Çingiz müəllim, sizi salamlayırıq müzakirə vaxtı verilişində və təşəkkür edirik ki, bizim müzakirəmizdə iştirak edirsiniz. Düşünürük ki, sizin fikirləriniz tamaşaçılar üçün maraqlı olacaq. Bəlkə də bir çox insanlar bilmirlər ki, Nobel mükafatına insanların namizədliyin kimlər verə bilər, hansı təşkilatlar verə bilər? Ədəbiyyat üzrə Nobel mükafatı baxımından yanaşaq. Azərbaycandan hansı təşkilatlar və kimləri təqdim edə bilər bu mükafatı? Mən sizə deyim, ümumiyyətcə Nobel mükafatı belədir ki, onu verənlər yalnız Nobel namizədi olan, namizəd də yox, Nobeli alan insanlar verə bilərlər. Yəni, əgər sıx ədəbiyyatla bağlı mən sizə indi deyim, ədəbiyyatla bağlı belədir ki, keçmiş Nobel laureatları onlar təqdim edə bilərlər. Yəni, hesab edirlər ki, bunlardan yaxşı kim bilə bilər ki, verək, verməyək. Amma ondan başqa bəzi akademiyalar var, bəzi bir neçə ölkədə, Skandinaviya ölkələrdə, o birisi ölkələrdə, onların da ixtiyarı var və xüsusilə pen klubların da ixtiyarı var və Azərbaycanda fəaliyyət göstərir 20 ildən çoxdur. Pen klub, rəhmətlik bizim xalq yazıcımız Maksud İbrahimbəyev neçə il onun prezidenti olub, 20 ildən çox. Və pen klubun ixtiyarı var idi ki, verirdi, biz namizəd verə bilirdik. Ondan başqa yazıçılar içində da bəzi vaxtlar məktublar gəlirdi, amma yazıçılar ittifaqı, mən burada da pen klubun da prezidentiyim, indi hal-hazırda və yazıçılar ittifaqında katibiyim və mən deyə bilərəm ki, yazıçılar ittifaqı hər il gəlmir belə təklif. Ona görə ki, yazıçılar ittifaqının belə hələ ixtiyarı yoxdur ki, hər il biz təqdim edək. Kiminsə kimə biz səs verə bilərik. Yəni, biz təbii ki, məktub göndərə bilərik, amma rəsmi yalnız pen klub onu verə bilər. Ona görə Azərbaycanda bax, vəziyyət belədir. Çingiz müəllim, belə bir ixtiyarı varsa qeyri-qulubun, niyə Azərbaycandan namizədlər verilir? Yox, çox verilir. Bilirsiniz, tez-tez deyirlər, mən biləni 4 ya 5 adam müzakirə olunub, verilir. Axı, biz də indi bizə də verəndə, siyahı verəndə, ya neysə müzakirə olanda, mən bilirəm ki, biz də baxırıq, ölçüb biçir, istəyirik ki, bu namizəd keçsin də, istəyirik biraz ciddi yanaşaq. Bilirsiniz, indi mən istəyirəm ki, Neftçi dünya çempionu olsun. Başa düşürəm ki, biraz çətindir. Mən istəyirəm ki, bizim yazıcımız nəinki Nobel, o birisi mükafatları da alsın. Amma başa düşürəm ki, bu biraz çətindir. Ona görə mən istəyirəm ki, bizim idmançılar hamısı birinci yer tutsun. Amma başa düşürəm ki, bu belə deyil. Vaxtı ilə Lev Tolstoya təqdim eləmişdilər. O, çox insan bunu bilmir. O məktub göndərdi qabaqcadan ki, mən sizdən xahiş edirəm, mənim namizətimi baxmıyorsunuz, mən istəmirəm. Və görürüz, bu necə təvəzzükar adam idi ki, qabaqcadan bunu gizdin göndərmişdi və heç kəsə də deməmişdi ki, onu istəyirlər bu mükafatı vermək. Amma indi səslənir ki, kimisə veriblər, kimsə keçməlidir. Bu da düzdür, ona görə ki, kimi veriblər və kim keçməlidir, yalnız və yalnız 50 ildən sonra bilinir. Sizin belə bir iddianız varmı? Mən sizə deyim, belə deyir, Ruscan deyirlər ki, plox tот soldat, который не хочет стать генералом. Təbii ki, əgər versələr, mən çox istəyərdim ki, versinlər. Amma mən inanmıram ki, gələn 5-10 ildə bunu mən qazana bilim. Bəlkə sonra qazana bilim, amma bu təvəzzükarlıqdır, bu reallıqdır. Düzdür, mən Frankfurt mükafatı aldım, bu Avropanın ən böyük mükafatı hesab olunur. 14 mükafat laureatı oldum, amma mən başa düşürəm ki, bu hələ çətindir, bu hələ belə deyir, yəni bu. Və baxmayaraq ki, Şvetsiyada onların dilində mənim kitablarım çıxıb, Norvegiyada da, Şvetsiyada da. Bəli. Amma başa düşürəm ki, bu çətindir. Düzdür, indi baxanda necə verirlər, adam da utanır bu mükafatdan, amma da nə eləyək, belədir. Çingiz müəllim, ümumiyyətlə Nobel mükafatını, söhbət gedir ədəbiyyat üzrə Nobel mükafatını. Siz ədəbiyyatın zirvəsi hesab edirsinizmi, ən yüksək mükafat hesab edirsinizmi dünyada? Belə olmalıdır. Bilirsiniz, axı orada belə insanlar bu mükafatı almışdı ki, doğru. İndi bəziləri düzdür, olurdu, keçirdi, siyasətlə bağlı idi, ya belə indi biz vaxt onların əsl qiyməti verib, bəzi insanları heç indi xatırlamırıq. Amma əksəriyyəti
doğrudan da bunlar böyük yazıcı idilər. Bunlar yazıcı sözü çox böyük sözdür. Dünya yaradan insanlar idi. Öz dünyaları yaradan insanlar idi. Və təbii ki, biz həmişə bu mükafata belə böyük hörmətlə yanaşırdıq. Mən indi xatırlayıram ki, Moskvada olub, CDL-da olub, orada 5 şəkil asılıb və bunlara böyük hörmətlə yanaşırlar. Bu Rus yazıçıları kim Nobel mükafatı alıb. Brodski, Solzhenitsin, Bunin, Pasternak və Şoloxov. Bunlar 5-i də təbii ki, bunlar çox böyük yazıçılar idi və doğrudan da bunlara bu mükafatı verəndə bütün dünya səslənirdi ki, bu böyük yazıçılar bu mükafatı almışdılar. Amma indi axır vaxtlar mən sizə açıq deyim ki, mən bu Nobel komitəsi ilə qəti razı deyiləm. Ona görə ki, onlar o mənada ki, axı bu ədəbiyyat üzrə verməlidirlər. Bilirsiniz, indi birinci, axır vaxtlar yox, axır vaxtlar lap mən sizə deyim. Birinci başlamışdı Gerta Müllerə verəndə, qadına verəndə, mən sizə deyim ki, mən onu tanıyırdım və oxumuşdum da kitabını. İndi yazır necə qadınlar bir-birini sevməlidir və necə sevirlər. İndi bəlkə kiməsə maraqlıdır, amma mən də sabah eləmirəm ki, bu belə böyük ədəbiyyatdır. Keçən il Svetlana Alekseyeviçova idilər. Bilirsiniz, bunu deyəndə, bir yazıcı deyəndə belə çıxır ki, sən qısqanırsan, kiməsə veriblər, sənə verməyiblər. Məni tanıyan insanlar bilir, məndə belə hissiyyət yoxdur. Mən istəyirəm Müslim Maqamayev kimi oxuyum, amma oxuya bilmərəm, nə olar indi? Ona görə heç vaxt qısqanmıram. Amma sizə deyim, Gerta Müller'dən sonra Svetlana Alekseyeviçə verəndə bu da biabırçılıq idi. Bu Belarus yazıcısı Rus dilində yazan bir dənə kitab ömründə bu insan yazmayıb. Heç vaxt. Bu ədəbiyyat deyil. Bu il onların müzakirə edirdilər. Onların arasında Adonis var idi. Siriyadan gələn, Damaskdan gələn bir çox gözəl bir şair. O özü Almaniyada yaşayır. Mən onu şəxsən tanıyıram. Ya da Murakami var idi. Çox böyük yazıcı və doğrudan da onun kitabları görürsünüz neçə dilə tərcümə olunur. Onlara vermirlər, müğənniyə veriblər. Mən sizə desəm, inanmarsınız. Mən sizə desəm, bax, bəlkə də bunu deməməliyəm. Mənim dostum bəlkə də məndən küsər, amma bunu mənim əziz dostum, qovumum, bizim neçə illik uşaqlıqdan mən onu ilə dost eləyirəm. Bizim görkəmli müğənnimiz, bizim görkəmli mənim görkəmli dostum Fərhad Bədalbeyli, SSR-in xalq artisti. Birinci o mənə zəng vurdu, dedi, baxmayaraq gənə deyirəm, bu musiqi akademiyanın rektorudur, musiqiçidir. O mənə zəng vurdu, dedi, Ayçinkiz, bu biabırçılıqdır axı, Bob Dylan'a veriblər. Bu doğrudan çox gözəl insandır. Bu Beatles-dan sonra mən də onu sevirəm sizə deyim. Bob Dylan'ı mən də hesab edirəm ki, dahi insan. Amma ədəbiyyat yox, axı bu gülməlidir. Axı bu gülməli, bilirsiniz, musiqiçi mənə zəng vurub, birinci bunu mənə dedi Fərhad Bədal. Ona görə ki, bu ədəbiyyatı da yaxşı bilir. Ədəbiyyatı da çox gözəl bilir, oxuyub, bilir. Ədəbiyyat üzrə vermək müğənniyə, musiqiçiyə, axı bu düz deyil. Axı bu, bilirsiniz. Yox, mətnləri başa düşürsünüz, indi Vysotskidə yazırdı. Vysotskidə. Bəli, yox, başa düşürüm, axı bu düzdür. Qoy ver, o 8 ya 9 Grammy alıb. Bu doğrudan da həqiqi alıb və buna da verməlidirlər. Axı bu yazıçılıq deyil. Başa düşürsünüz, mən istəyirəm, məni başa düşər. Yazıcı dünyanı dəyişdirən öz kitabları ilə dünyanı yaradan və bu axı bu mahnıları ilə, indi düzdür, mahnıları çox təsir eləyir insanlara, çox gözəl mahnı yazır. Amma buna görə vermək ədəbiyyat üzrə. Vaxtı ilə Obamaya gələn kimi prezident o dedi ki, mən müharibəni qutarıcıyam və ona Nobel mükafatı verdilər, sülhə görə verdilər. Özü də utandı, gəlmirdi ora, utanırdı ki, bu mükafatı ona veriblər. Orxan Pamuk Nobel mükafatı alanda münasibətiniz necə oldu? Azərbaycanda
burada daha çox siyasi çaların olması üstündə dayanır. Bəli, o var idi, amma sizə açıq deyim, mən Orxan Pamuklu şəxsən tanıyıram. O gəlmişdi, Bakıda doğmuşdu, bizim Qurultayda doğmuşdu, mən onu Türkiyədə də görüşmüşəm, burada da. Mən bəzi onun siyasi baxımları ilə qəti razı deyir. Özü də bilir, özünə də demişəm. Amma mən də başa düşürəm ki, ona verəndə bu siyasi məsələlər var idi. Amma o bir tərəfdən də axı bu böyük yazıcıdır. Bunu da sübut eləyək də. Axı doğrudan da Türkiyənin bəlkə yox, bu doğrudan belə birinci yazıcısıdır. Mən axı onun kitablarını oxumuşam, mən sizə deyə bilərəm. Bəli, mən hesab eləyirəm ki, bu doğrudan da böyük yazıcıdır və fəxr eləyirəm ki, türk, müsülman, birinci Misirdən alan Nagib Mahfuz o müsülman deyirdi, Kopt idi. Amma birinci müsülman, birinci türk bu mükafatı alan Orxan Pamuk idi və mən şəxsən fəxr eləyirəm ki, belə insan bu mükafatı aldı. Baxmayaraq ki, yaxşı başa düşürəm ki, o siyasi məsələlər var idi. Xüsusilə bizim bir nazirimiz, bir dəfə biz bunu çox insan tanıyır, yəni nazirlər oturmuşdu. Bir neçə dəfə bizim hörmətli prezident harası gedəndə mən də getmişdim və bir dəfə biz xaricdə olanda bunu müzakirə eləyəndə bir 7-8 nazir orada oturmuşdu. Müzakirə eləyirdilər ki, Orxan Pamuka yalnız siyasətə görə veriblər bu mükafatı. Onda bir nazir təklif elədi, gəl üç Çingiz Abdullayevi tuturaq, bəlkə o da 1-2-3 ay yatsa, sonra çıxandan sonra Nobel mükafatı alacaq. Dedim, lazım deyir, eksperiment məni ilə keçirmiyoruz, xahiş eləyirəm. Belə bəzən fikirlər səslənir ki, bir xalq uzun mənəvi yol keçməlidir, bəşəriyyətə böyük xeyir verən böyük əsərlər yaratmalıdır ki, Nobel mükafatı ala bilsin. Azərbaycan xalqını siz uzun mənəvi yol keçən və böyük əsərlər yaradan bir xalq hesab edirsiniz? Bəli, mən Azərbaycanlıyım. Öz millətinə hörmət eləməyən, sevməyən düz adam deyil. Öz anasını sevməyən adam, öz torpağını, öz şəhərini, bu da düz insan deyil. Ona görə bu baxımdan bəli, mən hesab eləyirəm. Biz, baxus, indi Azərbaycan, gənə deyirəm, mən millətçi deyirəm, amma Azərbaycan xalqını əgər götürsək, dünyada müsülman ölkələrdə birinci baleti biz yaratmışıq. Bunu yazan Fərhad Bədalbeylinin əmisi Əfrasiyab Bədalbeyli olub. Birinci operanı Üzeyir bəy yaradıb. Birinci Kosmos İnstitutu Azərbaycanda olub. Birinci rəssam ki, bütün dünyada səslənib və gedib Pradada, Tretyakovski qalereyada, hər yerdə onu tanıyırlar, Tahir Salaxov olub, Azərbaycanlı olub. Birinci kosmonavtlar, Rus kosmonavtları gedəndə bu orada onları qəbul edirdi Azərbaycan generalı Kerim Kerimov. Biz Fransiyada olanda Pierre Cardin gəldi, belə tanınmış, dünyada tanınmış adam. Mənim yanımda gəldi Tahir Salaxova, dedi ki, mən fəxr eləyirəm ki, Fransiya torpağına Tahir Salaxov kimi şəxsiyyət gənə gəlib. Mənim dostum Tahir Salaxov. Bax, biz ona görə mən hesab edirəm, bəli, bizim tam səmimi sizə deyirəm, bizim xalqımız buna naildir. Və inanıram ki, biz bu mükafatı mütləq almalıyıq. Bunu siz soruşmayacaqsınız, amma mən özüm deyim. Biraz bizdə bu axır vaxtlar bu sənətlərə, yaradıcı sənətlərə biraz belə baxırlar, biraz belə gözlə ki, bu nədir bu, nə pul verir, nə hörmət verir. Vaxtı ilə deyirdilər ki, cəmaat yığışırdı monolitin yanında, saat 2-də çıxırdı balkona Üzeyir bəy papiros çəkməyə. Hamısı insanlar yığışırdı ki, onu görsünlər, yalnız görsünlər. Qabil mənə danışmışdı, necə Nəbi Xəzri ilə, Baxtiyar Vahabzadə ilə yazıçılar çıfaqa gələndə. Səməd Vurğunu görəndə əlləri əsirdi. Səməd Vurğun dedi ki, sən mənə bir kibrit ver, kibriti yandırıb korobkaya qoydu, yandı korobka. Səməd Vurğun güldü ki, səni hələ qəbul eləməmiş ki, ay Qabil, sən yandırırsan bu binanı. Yəni, insanlar belə. Amma indi niyə görə deyirəm? Bunu qəsdən bunu deyirəm. İndi biz oturmuşuq burada, Neftçidə. İndi bəzi vaxtlar oxuyuram, yazırlar, Neftçi uduzanda. Bu nə ola bilər? Onların rəhbəri yazıcıdır da. Yəni, yazıcı kloun kimi olub. Birinci, mən yazıcı deyirəm, hüquqşünasam. Yazıcı, rəssam, bəstəkar, belədirlər də. Nə qazanırlar, nə hörmətləri var. Bu belə olmamalıdır. Əgər belə olsa, heç nəyə nail olmayacaq. Azərbaycanı, dövləti, xalqı dünyada tanıtdıran yazıcılar, bəstəkarlar, rəssamlar olur, alimlər olur. Nizaminin qəbri 1000 ildir qalıb.
Gəlib insanlar baş əyirlər. Görürüz nə qədər orada padişah olub, birinci katiblər olub, icra hakimləri olub. Heç kəsin izi tozu qalıb. Adlarını da bilmirik. Amma Nizaminin qəbri qalıb. Mən Kərbəlada olmuşam. Füzulinin qəbrini orada ziyarət eləmişəm. Gəlib İmam Hüseyin Miçətində onu dəfn eləyiblər. 1500 ildə bir padişahı yaxın qoymayıblar. Bir sultanı yaxın qoymayıblar. Amma şair Füzulini, Məhəmməd Füzulini gəlib orada dəfn eləyiblər. Şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, dünyada tanıtdıran milləti bunlar olurlar. Əgər biz onlara hörmətsizlik eləyiriksə, əgər hörmət eləmiriksə, onda bizim gələcəyimiz olmayacaq. Gələcəyimiz bax oradan başlayır. Tam məsuliyyətlə deyirəmsə və tam təmiz danışmaq istəyirəmsə, məndən tez-tez soruşurlar, sən istəyirsən, sənin uşaqların yazıcı olsun. Deyirəm, Allah göstərməsin, mən bunu qəti istəmirəm. Biz niyə görə? Ona görə ki, bilirəm ki, bu faciəvi peşədir. 1000 həkimdən biri debey ki olur. O bırsılar da lazımdır, iynə vururlar, neysə eləyirlər. 1000 operatordan biri gəlir, prezidenti çəkir. Amma o bırsılar da haradasa sənətkar. 1000 injenerdən biri Gustav Eiffel olur. Amma 1000 yazıcıdan birini tanıyırlar. O bırsılar faciəvi, fəlakət həyatda yaşayırlar. Ona görə ki, kitabları təbii heç kəs oxumur. Mən inanıram ki, nəinki Nobel, bütün nə qədər mükafatlar var, Azərbaycanlılar onu qazana bilərlər. Biz çox böyük xalq. Əgər biz sübut eləmişiksə, görürüz neçə müsəlman ölkə var. 1 milyard müsəlman var. Niyə görə? Nə baleti, nə operanı, nə rəssamlıq akademiyasını heç kəs yarada bilməyib. Niyə görə biz buna nail olmuşuq? Bax, bizik. Gənə deyim, tərifləmək lazımdır öyle. Bizdə var, şişirdirik, tərifləyirik, deyirik, dünyada belə ikinci millət yoxdur, var. Amma açıq danışaq, bizi kimi millət bir unikal dövlətdir, unikal millətdir. Gəlib yanıma bir klubun prezidenti, çox tanınmış adamdır, universitetin rektorudur. Belə maraqlı sual mənə verdi. Deyir, Çingiz müəllim, necə olub ki, siz yeganə dövlətsiz, yeganə xalqsız dünyada harda şiə ilə sünni müharibəsi yoxdur. Hər yerdə dava eləyib öldürürlər bir-birini. Sizdə isə dinc yaşayırlar. Bu necə olub? Siz bunu necə eləmişsiniz? Mən fikirləşdim ki, axı doğrudan belə. Hər yerdə, harda götürsünüz, hər yerdə bir-birini öldürürlər. Bizdə isə rayəli yaşasınlar. Bıraq ki, olsun elə bir 100 ildə, 1000 ildə yaşasın. Necə o? Doğrudan unikal bir ölkəyik, unikal bir dövlətik. Bunu saxlamaq lazım. Və təbii ki, cavanlara əgər biz daha çox fikir veririk, təhsilə, üçüncü dəfə təhsilə, əgər biz fikir versək, doğrudan da biz nail olacaq. Bir belə təriflədim millətimi, o bir tərəfində deyim. Mən onu dəfələrlə demişəm, biz yeganə millətdik ki, müəllimlərə pul veririk, uşaqları öyrətməsin. Hamısı pul verirlər ki, onu öyrətginə, biz pul veririk, 5 yaz qoyaqmaq qalsın. Lazımdır öyrətmə. Bax, bu da bizik. Futbola gələndən sonra mən o biri sözümü də demişəm ki, başa düşdüm ki, Azərbaycanlı yeganə millətdir ki, o birisi Azərbaycanlıya pas verə bilmir. Nə futbolda, nə də həyatda.